Cənub 160. 18 addımımız Cənub 160'adır. Hadi bakalım. Orienteering, harita ve pusula yardımıyla yön bulma amacına dayanan bir doğa sporudur. Uluslararası Orienteering Federasyonu tarafından kabul edilen koşu, dağ bisikleti, kayak ve patika olmak üzere 4 disiplindir. Orienteering'de sporcular haritada belirtilen hedeflere sırayla ve en kısa sürede ulaşmaya çalışırlar. Kontrol noktalarında turuncu beyaz bayraklar bulunur. Yarışmacılar bayrağın yanındaki zıplayı ellerindeki kontrol kartlarına basarak kontrol noktasına ulaştıklarını kanıtlarlar. Günümüzde bu işlem için elektronik sistem kullanımı yaygınlaşmaktadır. En çok puan toplayan
yaşıl zona qrupuyuq. Yaşıl zona qrupunu seçməyimizdə adı yaşıllıqda botanikada olduğumuz üçündür. Nümayəndələrimiz Nuriyeva Sumarə, Əsədli Humay, İsmailzadə Rəsul və mən Mustafazadə Nuray. Birinci sualımızı etdiyimiz tapşırıqlar üzərində tapdıq. Birinci sualda deyir ki, xanalarda yığdığınız hərflərdən hansı söz alındı? Bizim qrupun cavabı Əl-Birunidir. İkinci sualda bu adın kimə məxsus olduğu haqqında məlumat toplayıb təqdim edin deyir. Əl-Biruni 973-cü ildə 4 sentyabr Xarəzmdə anadan olmuşdur. Əslən türkdür və onun bir çox elmlərdə inkişafına yol açmışdır. Və o Əl-Biruni cəbir, həndəsə, coğrafiya elmlərində yüksək biliyə malikdir. Təqribən 10 əsr əvvəldən onun hələ də yaratdığı biliklər hal-hazırda belə dəyərini bildirir, dəyərini qoruyub saxlayır. Günəş şərq istiqamətindən çıxır 90 dərəcədə və qərb istiqamətində isə hal-hazırda olduğu kimi 270 dərəcə, 270-də batır. Əgər şərqdə çıxıb qərbdə batırsa, o zaman bizim ön istiqamətimiz şimal, arxa istiqamət isə cənub olur. Açıq bir sahə və çubuq tapın. Çubuğu yerə möhkəm bərkidin. Kölgənin bitdiyi yeri daş ilə qeyd edin. 10-15 dəqiqə gözləyin və ikinci kölgənin bitdiyi yerini də qeyd edin. Sol ayağınızı birinci kölgəyə, sağ ayağınızı isə ikinci kölgəyə qoyun. Sol qərb, sağ şərq, arxa isə cənubdur. Növbəti sualımız, kompas olmasa təbiətdə istiqamətimizi necə təyin edə bilərik? Bu sualın əslində çox cavabı var, lakin mən birini deyəcəm. Mənim üsulum ağac mamırı ilə tapmaqdır. Məsələn, yolda gedərkən daşların və ya ağacların üstündə ağac mamırı gördüyümüz tərəf şimal tərəfdir. Məsələn, mən burada göstərim, yuxarıda ağac mamırı var, yəni o tərəf şimal tərəf. Diğer üsulda merminden otururam. Əgər bizim yanımızda kompas yoxdursa və biz yerimizin harada olduğunu bilmək istəyiriksə, yanımızda olan məscidlərə də göz ata bilərik. Məscidlərin qapı tərəfləri, yan tərəfləri, qapı tərəfləri olan hissə şimal tərəf göstərir. Məscidin arxa tərəfi həmişə cənub, sağ tərəfi şərq, sol tərəfi isə qərb tərəfi göstərir. Və diğer üsulda isə kəmdə otururam. Və biz əgər kompas olmada bir başqa üsulla da tapa bilərik. Əgər yanımızda bir dənə sap iynəsi, maqnit və bir də kasa içində su və bir dənə də kağız olmalıdır. Biz ilk başda iynəni maqnitə sürtürük və həmin o sürtülmüş maqniti kağızımızı qatlayıb ondan belə keçirib və suya qoyuruq. Onun iynəli ucu olan tərəfi şimalı göstərir, onun sap taxılan yeri isə cənubu göstərir. Oyunda istifadə etdiyiniz xəritəyə baxıb, qraf və ağac informasiya modeli